Bəli, biz bu günləri şəhid ailələri olmaqla Şair İxtiyar qardaşımızın övladlarının kiçik toy mərasiminə cəmləşmişik, yəni onun toyunu iştirak edək və eyni zamanda Azərbaycanın vətənpərvər bir oğlu kimi mən İxtiyar tanıdığım üçün sağ olsun, var olsun və gələcək nəslə bir örnək olsun ki, bu gün öz balalarının müsəlman həyatına qədəm qoyduğu bir gündə gəlib şəhidlərimizi ziyarət etməklə bütün Azərbaycana bir örnək olmasını göstərmişdir. Allah mübarək eləsin məclisin, Allah cəm şəhidlərimizə rəhmət eləsin, onların ruhları şad olsun, dövlətimizin, millətimizə müşəvar olsun. Çox sağ olun, Allah mübarək eləsin. Amin, çox sağ olun. Bütün şəhidlərimizə rəhmət eləsin, yerlər cənnət olsun. Bugün İxtiyar qardaşımızın balalarının kiçik toy məclisidir, hamımız yemişik onun toy məclisinə. İxtiyar qardaşının əziyyəti çox olub. Allah onun kömək olsun, Allah razı olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu günləri biz Şəhidlər Xiyabanının ziyarətə yığışmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O cümlədən bu günləri İxtiyar qardaşımızın balasının kiçik toy məclisidir. Allah o balaları xoşbəxt eləsin, can sağlığı versin, uzun ömür versin, atalarını alıb böyütsün, gələcəyin versin. Gün o gün olsun onu böyütüb məclisinə yığışaq. İxtiyarı da təbrik edirik. İxtiyar qardaşımın gözü aydın olsun. Allah evlatlarının gözəl günləri mübarək eləsin. Xoşbəxt olsun. Çox sağ olun. Bu günləri yığışmışıq Şəhidlər Xiyabanına. Yəni vətənpərvər evlatlar ya oğullar, nə bilim, kimlərin ki qürur var, onlar həmişə şəhidlərimizi ziyarət edirlər. Çıxırıq gəlir. İxtiyar qardaşımızın da evlatlarının kiçik toyu var, onu da təbrik edirik. Amma vətənpərvər bir insan kimi mən ixtiyarı alıb istəyirəm ki, yəni gəlib şəhidlərimizi yad edirlər. O evlatlar da gələcəkdə ibrət götürsün ki, yəni xeyir eləyəndə, toy eləyəndə gəlib Şəhidlər Xiyabanını ziyarət eləmək lazımdır. Təbrik edirəm İxtiyar qardaş, Allah şəhidlərimizə rəhmət eləsin. Sağ olun. Mən də bir şəhid atası olaraq şəhid ataların hamısının sözlərinə qoşuluram. Demək, bugünkü evladımız müsəlmanlığa qədəm qoyur. Bu münasibətlə biz hamımız İxtiyara və onun evlatlarına öz təşəkkürümüzü bildiririk. Allaha çox şükür günə-gün gözəl bir işdir, gözəl bir məqam. Elə də, bəli, kimlər ki gəlib biz şəhid ailələrin, elə də bizim şəhidlərimizi ziyarət edib, analara, atalara təskinlik verir. Allah köməklər olsun. Kimlər şəhid ailəsini bir yerə toplayıb, onların az da olsa dərdlərinə şərik olurlar, təskinlik verirlər. Allah canları sağ eləsin, Allah köməkləri olsun. Hangi insanlar da şəhid ailələrin bir-birinə elə də nətər deyim, ümumiyyətcə pis əməllə də Allah o cür insanların hamısından nəhlət eləsin. Sağ olun. Onsuz da sözlərimiz çoxdur, deyiləsiz sözlərimiz çoxdur. Hələm danışacağıq. Burada biz ancaq danışdıq. Buna görə ki, bu cür gəlib balalarımızı, həm balalarımızın ruhu şad olur, həm atanın, ananın qəlbi sevinir. Həmi az da olsa elə evladı ilə də, elə də xalqı ilə də fəxr edir ki, budur. Bəli, bax budur, bu cür şəhidi yad eləmək lazım, bu cür şəhid anmaq lazım. Mən də onu demək istəyirəm ki, Allah şəhidlərimizi ilk öncə rəhmət eləsin. Bu İxtiyarın da balalarını Allah xoşbəxt eləsin. Mən də arzu edirəm ki, hamı İxtiyar kimi bu addımları atsın, şəhidlərimizi həmişə xatırlasın. Yarın bizdə əməyi çoxdur. Çox sağ olun. Sağ olun. Sağ olun, Allah şəhidlərə